Qadın görsə ki, əri narahatdır, deyir ondan soruşsun ki, bu hədisdir. Ondan soruşsun ki, niyə narahatsan? Əgər dünya üçün narahatsansa, ki, niyə bundan yaxşısını bizim üçün təmin edə bilmirsən, bunun üçün narahatsansa, bundan artığını mən səndən istəmirəm. Əgər axirət üçün narahatsansa, eyb yox, biraz da artıq narahat ol. Ola bilər də ailəsi bir münasibətlər ola bilər ki, kişi onu tənzimləyə bilmir, narahatdır. Qadın gərək onu yükləməsin ki, hə, sənin borcundur, evin kişisi deyilsən, düzəlt, təmin elə. Qadın gərək onu dəstək versin ki, yox, düzəlmir, düzələr, narahat olma, yaxşı olar. 5-10 ilə ölüb gedəcək bu dünyadan. Nəyə lazımdır bu boyda dərd yüklüyüm sənə? Görürsən, dərd çəkir, dərdin üstünə biraz da artıq yüklə ki, sən bacarmadın, səndə alınmadı, sən düzgün eləmirsən, sən 200-düsən, sən beləsən. Hər iş düzəlməz, bəzi işlərin düzəlməməyində hikmət var. Bəzi gəmilər deşmək lazımdır. Musa da olsan ola bilər başa düşməyəsən, amma Xızır üçün onun bir hikməti var. Bu gəmi gərək deşilsin.